Yazıram ki, tutaq ki, mənim 5000 evro pulum var. Göstəricilərim bunlardır. Mən hara qəbul ola bilərəm? ChatGPT sizə deyə bilər və siz application prosesi də texniki prosesdir, rahat prosesdir. Siz onu özünüz də eləyib qəbul ola bilərsiniz. Amma burada konsultantın peşəkarlığı o zaman ortaya çıxır ki, təcrübədən, sonra analizdən süzülüb yığılan, ortada formalaşmış bir şey var, onu istifadə edirsiniz. Bəli, o göstəricilərlə Charles Universitetinə qəbul olan tələbələrimiz var, amma oxuya bilməyib 17-dən 15 dənəsi geri qayıdıb. Bizə bu lazımdırmı? Prosesin effektiv olması üçün? Xeyr, bizə bu lazım deyil. Bizə lazımdır ki, tələbə universitetə qəbul olsun, universiteti yüksək GPA ilə bitirsin, çünki sonrasında magistra gedə bilər. Sonrasında GPA yüksək olduğu üçün yaxşı yerlərdən intern ala bilər. Və yaxud bizə çox ağır universitet lazımdırmı? Deyil. Bizə daha praktik universitet lazımdır. Çünki tələbənin gələcək hədəfləri akademik yöndə irəliləməklə deyil. Tələbə yaxşı intern imkanları olan, praktika imkanları olan bir ölkədə, bir universitetdə təhsil alıb, iş həyatına atılıb, praktiki iş görmək istəyir. Konsultantın vəzifəsi bunları, bu prioritetləri düzgün müəyyən etməsinə kömək etməkdir.